Peyğəmbər əleyhissalam döyüşə getmişdi, bir dəstə gəldi, şikayət elədilər. Şikayətə baxında siz Allah Həzrət Əlidən Həzrət Peyğəmbərə şikayət edirlər ki, Əli Qul Huvallah surəsini oxuyur, ancaq namazda bizdə təkrar nə qədər olar bir şey. Peyğəmbərimiz soruşur ki, ya Əli, niyə ancaq Qul Huvallah oxuyursun? Ərz elədi ki, ya Rasulallah, Qul Huvallah surəsini sevirəm, xoşlayıram deyə onu oxuyuram. Peyğəmbər cavab verdi ki, Qul Huvallahı sevdiyinə görə Allah da səni sevir. Qul Huvallah Allahın vəsfidir, o gözəlliklərin vəsfidir. Axırda deyirsən, kəzalikallahu Rabbi, gözəl sözdür bu. Deyirsən, Qul Huvallahu əhəd, Allahu səməd, Allahım belədir. Axırda deyirsən, kəzalikallahu Rabbi, mənim Allahım belədir. Adam bir nəyinənsə fəxr eləyər, mənim Allahım belədir. Qul Huvallahdan sonra müstəhəb deyirsən, kəzalikallahu Rabbi, mənim Rəbbim belədir. İnsan bax bunun üçün yaranıb ki, bu səhnələri müşahidə eləsin. Ona görə ariflər görsən namazı qılıb qutaranda hardansa bağın seyri